İkinci hissədən sizlərə salamlayıram. Mən şəxsində Seydər Hüseynli. İlk hissədə Sparta və İnam Əvəzkar futbol klublarının arasında 1-1 hesablı bərabərliyi var. Artıq oyunun referisi Süleyman Ağayev tərəfindən start fiti, ikinci hissənin start fiti səsləndirilir. Bir daha uğurlar arzuluyor hər iki komandaya növbəti hissədə. İlk hissədə çəkişməli mübarizə, qarşılıqlı top itkiləri, qarşılıqlı ötürmələr, qarşılıqlı hücumlar və qarşılıqlı qollar izləmişik. Baxaq görək, növbəti 50-ci hissədə bizləri nələr gözləyir. Artıq bunu bizə zaman göstərəcək. Anar ötürməni qarşıladı Yunus Əliyev. Yunus Cavid Həşimov və qarşısına alır Çələbiyev. Yan xətdən 6 yerinə yetirəcəklər. Ötürmə gəldi. Qasımzadə zərbə indirməsini imkan vermədilər. Akverdi top itkisi, lakin yenidən top Sparta komandasının oyuncularına gəlir. Anar Akverdi 2 nəfərin ötəsindən çıxa bilmədi, amma out qazandırdı komandasını. Fikrət zərbə mövqeyi axtarır. Fikrətdən mükəmməl hərəkətlər, lakin Yunusu keçə bilmir. Hücum şansı İnam komandasına, diaqonal ötürmə keçməli. Anar Fikrətlə oynayır. Can Musayev Cavidanla oynadı. Solcuna Həşimov. Qasımzadə geridə götürmə Akverdi. Anar 2 nəfərin ötəsindən çıxdı, lakin Ruslan Ağalarov qaydanı pozub ona qarşı. Qayda pozulub. Omranla Akverdi topun başındadır. Akverdi Omran ayaqdan zərbə. Alt işarət edir Haşim Xeyr. Cavidan Yunus sağsına doğru ötürməyə Musayev. Musayev qalkiperi Cavidanla oynayır. Yenidən Musayev. Cavidan Cavid özünü çətinliklə də olsa çatdırdı topa. Sənədə qarşı qayda pozulub. Hakim əli cibinə gedir. Sarı vərəq ilə cəzalandırılır Çələbiyev. Epizodda Ayxan Çələbiyev artıq pasivinə sarı vərəqə yazdırır. Səməd Əsədovla bu mübarizədə Ruslan Ağalarov topun gerisindədir. Standart vəziyyəti yeri yetirəcək. Kifayət qədər qüvvətli zərbələr maliki oyuncudur. 2 nəfərdən ibarət canlı sərt qrubu Çələbiyevlə Omranı görür canlı sətdə. Ruslan ötürmə etdi. Səməd blok qoydular ötürməsinə. Və out. Cavid gözəl hərəkətlər Caviddən solcuna ötürmə çatmır. Fikrət qarşısını aldı. Fikrət uzaq məsafədən o zərbə. Həm də ki, Cavidən Hüseynzadə kimi qalkipərə çətin. Mümkünsüz deyil, lakin çox çətindir. Mümkünsüz deyə bir şey yoxdur, təbii ki. Bu futboldur, top yuvarlaqdır. Hər an hər şey ola bilər. Cavid Həşimov 2 nəfərin ötəsinə çıxa bilmir, Akverdi. Blok qoyuldu Ruslan Ağalarov zərbəyə. Ağalarov özü irəliyir. Qarşısında Anar var. Sol cinahdan Musayev də qoşulur. Ara ötürməsi. Cavid və gol! Cavid!
Cavid Eşimov. Yaxşı boş mövqeyə çox yaxşı açılmışdı və ara ötürməsini də qeyd etmək lazımdır mütləq şəkildə və Cavidanla mükəmməl refleks. Abi ötürmə yenə Cavidan qarşıladı Səməd. Mərkəzdə Eşimov. Faul qərarı. Faul qərarı yenə Əlcibə gedir. Əlcibə gedir. Bu dəfə isə Cavid Eşimov sarı vərəqə ilə cəzalandırırlar. Akverdiyə qarşı kobud oyununa görə. Akverdi topu yesinədir. Fit gəldi. Yaxınlaşır. Zərbə indirdi. Lakin top qapının üzərindən keçdi. Hələ olsun ötürmə, Fikrət. Geridən Ruslan ağaları. Of və faul. Və faul Akverdidə sarı vərəqələr cəzalandırılır. Mərkəzi qarşı durmada sarı vərəqələr havada uçuşur. Canlı set qurulur. Cavid Eşimov topu yerisindədir. Cavid Eşimov top qapı çatından geri dönür. O nə zərbə idi. Ağalarov Cavidanla oynadı. Cavidan gözləyir hələ ki. Boşluq olmasını gözləyir. Ötürmə bir qədər səriyyət salına. Şimdi son toxunuş anlardan olur. Yones. Akverdi. Hakim qaydalar çərçivəsində olduğunu bildirir bu epizodun. Ötürmə keçmədi. Akverdi. Çəkdi sol ayağına. Ötürmə etdi. Anardan içəriyə doğru ötürmə, lakin blok qoyulur. Akverdi. Və qapdan zərbə. Cavid Eşimov. Eşimov. Ötürmə gəlir Ruslan Ağlarov. Sağsına ötürmə Səməd. Cavid Ağlarov. Ötürmə çatdı əslində. Səmədin toxunuşu olmasaydı çatmayacaqdı. Bilməyərəkdən Səmədin toxunuşu olur. Lakin Qasımzadə gözləmirdi. Belə bir toxunuş olacağını bir qədər fikri yayındı. Anar. 2 nəfərin atəsindədir. Anar sol sınaqda sürətli şəkildə irəliyir və Qasımzadə topu alta yolladı. Kimisə autu Sparta komandasının lehinə qərar verir. Ayxan Çələbiyev geriyə doğru qalkiper İsmail oynuyor. Fikrət. Yeniden İsmail. Mərkəzə doğru irəliyirlər. Fikrət. Akverdi. Çəlebiyevin mükəmməl zərbəsi və eyni mükəmməl şəkildə gözəl refleks yeniden Cavidanla. Geriyə doğru ötürmək gəlir ikinci nöqtəsindən. Anar. İsmail. Fikrətlə oynadı. Omran ötürmə etdi. Anarın zərbəsinə blok qoyulur. Cavid Eşimov. Ayxan Çələbiyev topu görməyərək belə müdafiəçiliyini göstərir. Qarşısını aldı, kritik müdaxilə etdi əslində. Yunus Əliyev. Əliyev rəqiblərini üzərinə çəkir. Cavidan.
Ruslan Ağalarov. Yenidən Cavidan. Səməd, Cavidan, ötürmə, üstünlük prinsip əməl olunur. Həşimov ötürməsini etdi. Səməd, Rabon ötürməsi və 3 oyuncu bir-birlərini çaşdırırlar. Bir-birlərinə başa düşmədilər. Hər üç eyni anda yaxınlaşmaq istədilər topa. Eyni anda da uzaqlaşdılar. Bu fürsət əldən belə getdi. Yunes, Cavidan. Sağ gözəl ötürmə qalıb Şeperdən. Qasımzadə soyuqanlıdır, lakin riskli hərəkətlər. Riskə getmədi bu dəfə. Uzaqlaşdırdı. Alta yollayır topu. Akverdi. Popop qapı direği. Yenidən Akverdi. Blok qoydular zərbəsinə. Bir zərbə yenə blok. Ruslan Ağalarov. Ağalarov yaxşı fırlandı, ötürməli etdi. Yunis, taban pası, müdafiədən çox gözəl şəkildə çıxır İnam komandası. Ağalarov, Ruslan qarşısında Fikrət var və qapıdan zərbə. Qapıdan zərbə. Kimsə bildirir ki, Con Toxnuş Ruslan Ağalarova məhsələ özündən də bir qədər time-out ayrılır. Time-out yekunlaşır, yenidən mübarizəyə davam. Nazar artıq onda meydanda görürük yenidən. Ruslan Ağalarov. Ağalarov yerlə uzaq güncə. Zərbə cəhdi qeyridə gedir. Nazar. Metr Ayxan. İsmail. İsmail'dan qafan ötürmə Çələbiyev. Top ayağına oturmalı birbaşa zərbə cəhdi. Uğursuz alınır. Yunis Əliyev. Cavid. Qafanlı ötürmə etdi. Əsədov. Caviddən sol cana Yunis Əliyev. Cavidan Hüseynzadə. Hüseynzadədən sol cana yenidən ötürmə gəlir Əliyev. Cavid. Sağ sınaqda Səməd Əsədov boş idi. Ağalarov mükəmməl dönür və İsmail mükəmməl refleks son anda özünü çatdırır. Bir qədər gecikdi bu epizodda. Tural Musayev zərbə indirmək əslində Ağalarov özü də zərbə indirə bilərdi. Ötürmə etmək üstünlük bilir. Daha rahat qol olsun deyə, daha əmin şəkildə olsun deyə. Lakin alınmadı bu cəhdi. Ruslan Ağalarov 2 nəfərin artəsindədir, hələ də topu özündə saxlayıb. Ötürmədə etdi, ara ötürməsi Nazardan keçmir. Nazar bir əqillik geridə qoyur, ötürmə Akverdi. Keçmədi ötürməsi. Qaydalar çərçivəsində rəqibdən top aldığını bildirir hakim. Həşimov. Artıq hərəkət idi. Bax, bu artıq hərəkət idi. Yenə hücum əmrəsi davam edir. Əliyev. Və Akverdidən son toxunuş olur. Cavid. Ruslan Ağalarov. Ötürmə, lakin toxunuş yoxdur. Rəqibdən toxunuş var, bilir hakim. Tural Musayev topu dağlara, daşlara yolluyor. Anar. Nazar. Yanında Omran. Omrandan Ciakanlı ötürmə. Çələbiyev. Geriyə doğru Nazar. Nazardan Çələbiyev ötürmə yaxşı alınır. Çələbiyev. Bir dəqiq zərbə oldu. Əsədov. Ciakanlı ötürmə solcuna. Tural Musayev. Musayevdən Cavid Həşimov. Yenidən Əsədov oynuyor. Mərkəzdə Ağalarov. Ağalarov hələ də özündə saxlayıb topu. Nazar bu epizodda uzun ayaqlarından yaxşı istifadə elədi. Əliyevdən sağcına Səməd. Əsədovun ötürməsi yenidən Yunis Əliyev. Ara ötürməsi Cavid Həşimovdan toxunuş gəlmədi.
Raxan Çələbiyev. Mərkəzə doğru ötürməkdir. Anar. Anar. Top hələ özündə saxlayıb. Hak verdi. İtirdi topu. Ruslan Ağalarov. Pauza edir. Başını qaldırır. Ötürmə etmək üçün boş komanda yoldaşlarını axtarır. Bir qədər rəqibini də öz üzərinə çəkir. Əsədov yenidən Hüseynzadə ilə oynuyor. Sol cinahda Əliyev. Blok qoyuldu ötürməsini Əliyevin. Out. Cavidan. Uzun ötürmə edir. Anar qarşıladı. Həşimov. Musayev. Tural mərkəzdə. Ruslan Ağalarov. Yenidən Tural Musayev oynuyor. Geriyə doğru Əliyev. Bir qədər riskli hərəkətlər. İkinci Əliyev top meydanda qalır. Ara ötürməsi Həşimov. Qarşısında Çələbiyev var idi. Təcrübə öz sözünü deyir. Bir qədər time out'a ayrılırıq. Time out yekunlaşdı. Yenidən mübarizəyə davam. Gün zərbəsi yerinə yetirir. Ağalarov. Sağ sınaqda Tural Musayev. Qarşısında Nazar var və out. Türmə keçmədi Anardan. Geriyə doğru və Anara qarşı qayda olmuş. Standart vəziyyət artıq yerinə yetirildi. Omran. Yanında hak verdi. Ötürməsi keçmədi Anar istiqamətində. Və küncdən zərbə. Bu dəfə isə Sparta komandası yerinə yetirəcək. Nazarın yaxın küncdə zərbəsi Cavidan yerində. Tural Musayev. Top itirdi. Anar. Üretdi zərbə və Cavidan Hüseynzadə dəf edir bu zərbəndə. Türmə keçmədi. Omran. Çəkdi sağ ayağına. Haqverdi ilə oynuyor. Nazar və Cavidan. Qara izləyirdi onu artıq. Topun ayağından çıxmasını gözləyirdi Cavidan Hüseynzadə. Əhsən. Tural Musayev. Ayaqdan zərbə. Anar top meydanda qalır. Nazar. Top içi Əksin şansı gələcəkmi? Anar sürüşmə fəndi ilə hücumu qarşısına alır. Anarın zərbəsi. Cavidan Hüseynzadə ikinci zəftində topu tutur. Cavidan Həşimov. Taban ötürməsi. Qasımzadəni düşünmüşdü, alınmadı. Anar. Ötürməsi keçmir, Yunus Əliyev. Əksin şansı Ruslan Ağalarov. Mükəmməl hərəkətlər zərbəsinə blok qoyulur. Qasımzadə Ağalarov. Sonluq olmayacaqmı? Və İsmail Əhsən. Bravo İsmail. Əzimkar oyunu nümayiş elətdirdi. Heç də geridə qalır deyə bilmərik. Cavidan Hüseynzadədən heç bu sözü belə işlətmək olmaz. Hər iki qapçı mükəmməl oyunu nümayiş elətdirir. Qasımzadə boş qapıda ən çətin olanı etdi. Heç görməyə alışmadığımız bir epizod idi. Ağalarov yenə də yaxşı fırlanır. Ruslan top ayağına yapışıb Ağalarovun və faul. Sarı vərəqə ilə cəzalandırırlar Omran.
Sanki ayağında maqnit var. Top ayağına yapışıb Ağalarofun texnika bax bulur. Kifayət qədər təhlükəli nöqtədir. 3 nəfərdən ibarət canlı set qurulub. Fikrət, Anar və Omranı görürük canlı setdə. Həşimov, hop, 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 hop. Kritik müdaxilə gəldi. İkinci qalkiper qismində sanki. Hak verdi də. Boş qapıdan çıxartdı topu. Omran. Hak verdi. Araya türməsi. Anar! Top dirəkdən geri dönür. Ekstrem şansı Ağalarov təkmil epizod. Cavid Həşimov! Ve final tüpüde səslənir. Həşimov dublüne imza atır. Mükemmel oyun sona çatır. 3-1 hesabıyla İnam həvəskar futbol klubu özlerine inanarak gəlirlər bu maçda. Beləliklə biz də reportajımızı sona çatdıraraq dinləməliydim. Oyun boyunca şəhsini Seydar Hüseynli növbəti maçlarda görüşmək ümidiyle. Sağ olun, salamat qalın.